Salam, hər vaxtınız xeyir olsun dəyərli müəllimlər. Bu gün biz yeni məlumatlara əsaslanan bir testimizlə qarşınızdayıq. Sual belədir: 3-cü, 5-ci əsrlərdə meydana gəlmiş təsərrüfat sahəsi üzrə Azərbaycanda ilk kapitalist müəssisəsinin 19-cu əsrin ikinci rübündə yaradıldığı ərazini müəyyən edin və həmin əraziyə aid doğru fikri seçin. Azərbaycanda 3-cü, 5-ci əsrlərdə meydana gəlmiş təsərrüfat sahəsi ipəkçilikdir. İpəkçilik. İpəkçilik sahəsində ilk kapitalist müəssisəmiz 1827-ci ildə yaradılan Xanabad manufakturasıdır və o da Şəkidə yerləşir. Baxın, Şəki də bu ərazidədir. Və biz 3-cü, 5-ci əsrlərdə meydana gələn təsərrüfatın ipəkçilik olduğunu bilməsək belə, 19-cu əsrin ikinci rübündəki kapitalist müəssisəsinin Xanabad manufakturası olduğunu yada salaraq əslində testin cavabını tapa bilərik. İndi görək Şəkiyə aid nə verilib. Şəki sadəcə bir variantda verilib 2-də, eləcə onsuz da 2-də yerləşirdi və deyir ki, 19-cu əsrin ikinci yarısında ticarət əhəmiyyəti bir qədər azaldı. Bu doğrudan da belədir. Çünki 19-cu əsrin ikinci yarısında dəmir yollarının çəkilməsi və Şəkinin dəmir yollarından kənarda qalması onun ticari əhəmiyyətini bir qədər azaldır. Əslində digər bölgələrə aid verilən cavablar da doğrudur. Sadəcə olaraq Şəkiyə aid deyil. Biz məlumat xarakterli onlara da baxaq. Cavabımızı işarələyirik və onlara da baxırıq. Məsələn, 5 Lənkərandır və deyir ki, 1826-cı ildə burada xan hakimiyyəti bərpa edilmişdir. Doğrudan da belədir. İkinci Rus-Qacar müharibəsi başlayan zaman xan hakimiyyəti bərpa edilən bölgələrdən biri də Lənkəran xanlığı olub. 3 Şamaxıdır. Deyir ki, 1805-ci ildə Şəki və Qarabağ xanlarının hücumuna məruz qalmışdı. Bu doğrudan da belədir. Çünki 1805-ci ildə Sisiyanov Şamaxıya hücum edərkən Şəki və Qarabağ xanları da onun tərkibində, onun qoşunun tərkibində Şamaxıya yürüş eləmişdi. Çünki Şəki xanının Şamaxı xanı ilə ədavəti var idi. Qarabağ xanı isə Cavad ərazisinin idarəsini ələ keçirmək istəyirdi. Və 4 isə 4 Bakıdır. Baxın. Bakıya aid verib ki, ilk dəfə məhdud formada şəhər özünü idarəsi tətbiq olunmuşdu. Bu da doğrudur. 1878-ci ildə ilk dəfə şəhər özünü idarəsi Bakıda tətbiq olunmuşdu məhdud formada. Bir isə Naxçıvandır və yazılıb ki, ilk pamıq təmizləmə zavodu yaradılmışdı. Bu doğrudan da belədir. 1882-ci ildə Naxçıvanda pamıq təmizləmə zavodu yaradılmışdı. Amma bizə Şəki lazım idi deyə C variantını işarələdik.